O seri 21 deyir, əla dediniz. Də mən bu ata əziyyətlə evi qurub da. Əziyyətlə evi qurub. Mən bir dəfə bir insanın əziyyətlə qurduğu evin içərisində yatağında yata bilmirdi. Evi qurmaqla deyil. Onun içindəki huzuru, evi qurarsan, huzuru bulanmazsan, bahalı bir yataq alarsan, onun içində yuxu tapanmazsan. Bunları fikirləşmək lazımdır. Bax, indi ağır zamandır da, kişilərin əksəriyyəti səhvlərə yol verir. Allahın yaratdıqlarına pis baxır, pis deyir. Onların eləsi var, bədbəxt edir. Həyatın kəlmə keçdi yoluna atıb gizlənir, gedir özü üçün ailə qurur. Amma düşünmür ki, sabah o ailənin içində o ailənin qurulmasını yox, məhv olmasını qurur. Bunlar da var. Biraz diqqətli olaq. Yəni dərinlərə gedəndə o atanın, o ananın o qədər səhvləri olur, anlamır. Səhvsiz də insan yoxdur. Heç kim içi özüm qarışığı deyə bilməz ki, mən səhv etmirəm. Dedinsə, yalan deyirsən, yalanın da özünə məxsus cəzası var. Yalana dadanmış, Quran deyir, günaha düşkün, hər kəsin vay halına. Odur ki, başını salamat istəyirsənsə, hər addımda özünü tərifləməyəcəksən. Mən onu qazandım, bunu qayırdım. Nə qazandın sən? Nə gətirmişdin burada qazandın? Burada verilir, burada da əlindən alınır. Hər addımda etiraf, Rəbb. Harada səhv etmişəm, məni bağışla. Və sənə qarşı çıxanları da ona da rəhim diləyirəm. Bu başını salamat istəyirsənsə yol budur. Onunla qalanı boş şeybətdə, ata əziyyətlə qazandı, filan qazandı. Allah verdi, Allah aldı. Allah verdi, Allah aldı. Vəssalam. Bəli.